Mark 14-cü fəsil. İsanı öldürmək üçün sui-qəsd hazırlanır. Pasxa və mayasız çörək bayramına 2 gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar. Onlar deyirdilər, bunu bayramda eləməyək, yoxsa xalq arasında qarışıqlıq düşər. İsa Betaniyada cüzamlı Şimonun evində süfrəyə oturanda, bir qadın onun yanına gəldi. Qadının əlində içində çox bahalı, xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsa'nın başına tökdü. Bəziləri acıqlanıb bir-birlərinə dedilər, bu ətir niyə boş yerə israf olunur? Axı bu ətiri 300 dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı? Onlar qadını danladılar. Lakin İsa dedi, qadını rahat buraxın, niyə onu incitirsiniz? O mənim üçün gözəl bir iş gördüm. Yoxsullar həmişə sizin yanınızdadır. İstədiyiniz vaxt onlara kömək eləyə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam. Qadın bacardığını elədi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi. Sizə doğrusunu deyirəm, dünyanın hansı yerində müjdə vəz edilərsə, bu qadının elədiyi bu işdə danışılacaq ki, o yada salınsın. Yahudanın xəyanəti. O zaman 12 şagirddən biri olan Yahuda İskaryot, İsanı başçı kahinlərə təslim eləmək niyyəti ilə onların yanına getdi. Başçı kahinlər bunu eşidərkən sevindilər və Yahudaya pul verəcəklərini vəd elədilər. O da İsanı təslim eləmək üçün fürsət axtarmağa başladı. Axırıncı şam yeməyi. Pasxa quzusu qurban kəsildiyi mayasız çörək bayramının ilk günü şagirdləri İsa'dan soruşdular. Sənin pasxa yeməyin üçün hara gedib hazırlıq görməyimizi istəyirsən? İsa da şagirdlərindən ikisini göndərdi və dedi, şəhərə girin, orada qarşınıza səhə ilə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin. O hansı evə girərsə, oranın sahibinə deyin, müəllim deyir, şagirdlərimlə birgə pasxa yeməyini yiyəcəyim qonaq otağım hardadır? Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün. Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin onun dediyi kimi olduğunu gördülər və pasxa yeməyi üçün hazırlıq gördülər. Axşam düşəndə İsa 12 şagirdi ilə birlikdə gəldi. Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi, sizə doğrusunu deyirəm, sizlərdən biri, mənlə yemək yeyən biri mənə xəyanət eləyəcək. Onlar kədərlənməyə başladılar və bir-bir ondan soruşdular. Mən deyiləm ki, İsa onlara dedi, siz 12 nəfərdən biridir. Mənlə birlikdə çörəyini qaba batıran odur. Bəşər oğlu özü barəsində yazıldığı kimi gedir, amma vay o adamın halına ki, bəşər oğluna xəyanət eləyir. O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı. Onlar yeyəndə İsa çörək götürdü. Şükür duası eləyib onu böldü və şagirdlərə verərək dedi, alın, bu mənim bədənimdir. Sonra bir kasa götürdü və şükür eləyib, onu da şagirdlərə verdi və hamısı oradan içdi. İsa onlara dedi, bu əhdin bağlanması üçün çoxları uğrunda axıdılan mənim qanımdır. Sizə doğrusunu deyirəm, Allahın padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm. Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər. Peterin inkarı əvvəlcədən bildirilir. İsa şagirdlərinə dedi, hamınız məni atıb gedəcəksiniz. Çünki belə yazılıb, çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq. Amma mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm. Peter ona dedi, hamı səni atıb getsə də mən belə eləməyəcəyəm. İsa ona dedi, sənə doğrusunu deyirəm, bugün, bu gecə, xoruz 2 dəfə banlamazdan əvvəl sən məni 3 dəfə inkar eləyəcəksən. Amma Peter daha qətiyyətlə danışdı. Əgər sənlə birlikdə ölməyim lazım olsa belə, səni əsla inkar eləməyəcəyəm. Bütün şagirdlər də belə dedilər.
Getsemani bağında. Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi, mən dua eləyərkən siz burada oturub qalın. O, Peteri, Yaqubu və Yəhyanı özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss eləməyə başladı. Onlara belə dedi, ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun. İsa bir qədər irəli getdi və üz üstə yerə qapanıb dua elədi ki, mümkündürsə bu an ondan yan keçsin. O belə dedi, Abba, ata, sənin üçün hər şey mümkündür. Bu kəsanı məndən uzaqlaşdır. Amma mənim yox, sənin iradən olsun. İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıblar. O, Peteri səslədi, Şimon, yatmısan? Məyər bir saat oyaq qala bilməzdin? Oyaq qalıb dua eləyin ki, sınağa düşməyəsiz. Ruh həvəsli, cisimsə gücsüzdür. İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar eləyərək dua elədi. Qaydanda gördü ki, onları yenə yatıblar. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsa'ya nə desinlər. İsa üçüncü dəfə onların yanına qayıdıb dedi, hələ də yatıb dincəlirsiniz. Bəsdir, vaxt yetişdi. Budur, bəşər oğlu günahkarların əlinə təslim olunur. Qalxın gedək, budur, mənə xəyanət eləyən gəlir. İsa həbs olunur. İsa hələ danışarkən 12 şagirddən biri olan Yahuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi. İsa'ya xəyanət eləyən Yahuda onlara işarə ilə bildirib demişdi. Kimi öpsəm, İsa odur. Onu tutub möhkəm nəzarət altında aparın. O anda İsa'ya yaxınlaşıb, Rabbi deyərək onu öpdü. Yanındakı adamlar əl atıb İsa'nı tutdular. İsa'nın yanındakilardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub, qulağını qopartdı. İsa onlara dedi, nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə məni tutmağa gəlmisiniz? Hər gün məbəddə sizin yan yörənizdə təlim öyrədirdim, heç məni tutmadınız. Amma qoy müqəddəs yazılar yerinə yetsin. Onda hamı İsa'nı atıb qaçdı. Çılpaq bədənini ketan örtüyü ilə bürüyən bir gənc İsa'nın ardınca gedirdi. Əskərlər onu yaxaladılar. Amma o, ketan örtüyüdən sıyrılıb çılpaq qaçdı. İsa Ali Şuranın önündə. İsa'nı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da ora toplaşdı. Peter uzaqdan baş kahinin həyətinə qədər İsa'nın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı. Başçı kahinlər və Ali Şuranın hamısı İsa'nı edam eləmək üçün onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər. Çoxları onun əleyhinə yalancı şahidlik elədi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi. Bəziləri qalxıb onun əleyhinə yalancı şahidlik eləyərək dedilər, biz onun belə dediyini eşitdik. Mən əllə qurulan bu məbədi dağıdıb, 3 gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm. Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi. Baş kahin toplantı arasından ayağa qalxıb İsa'dan soruşdu. Sənin heç cavabın yoxdur. Onlar sənin əleyhinə bu nə ifadədir verirlər. Amma İsa susmaqda davam elədi, heç bir cavab vermədi. Baş kahin yenə ondan soruşdu. Xeyir-dua sahibi olanın oğlu Məsih sənsənmi? İsa ona dedi, mənəm. Siz bəşər oğlunun qüdrətli olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz. Onda baş kahin əynindəki paltarını cırıb dedi, artıq şahidlərə nə ehtiyacımız var? Siz onun küfrü söylədiyini eşitdiniz, bəs buna nə deyirsiniz? Onların hamısı İsa üçün hökm verdi ki, o ölüm cəzasına layiqdir. Bəziləri onun üstünə tüpürməyə, onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər, Peyğəmbərlik elə görək. Mühafizəçilər də tutub ona şillə vurdular. Peter İsa'nı inkar eləyir. Peter aşağıda, həyətdəykən baş kahinin qarabaşlarından biri gəldi.
Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: Sən də Nazaretli İsa ilə birlikdəydin. Amma Peter bunu inkar eləyərək dedi: Bilmirəm və başa düşmürəm, sən nə danışırsan? O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı. Qarabaş Peteri görəndə yenə yanındakilara deməyə başladı: Bu da onlardandır. Peter yenə inkar elədi. Biraz sonra orada duranlar yenə ona dedilər: Doğrudan da sən onlardansan, çünki Qalileyalısan. Peter isə özünü qarğıyıb and içərək dedi: Dediyiniz o adamı tanımıram. Həmin anda xoruz ikinci dəfə banladı. Peter, İsa'nın xoruz 2 dəfə banlamazdan əvvəl sən məni 3 dəfə inkar eləyəcəksən dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.